Musayeva Minarə Məhəmməd qızı Goranboy rayonundan Qaraçınar kənd tam orta məktəbindən gəlmişəm. Mənim şikayətim Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin müdürü Elçin Kərimovdandır və Goranboy rayon təhsil sektorunun müdürü Vüsal Cəfərovdandır. Belə ki, qeyri-qanuni məni təhdid edirlər, dərs saatlarımı azaldırlar. Niyə? Ona görə ki, Elçin Kərimovun regionda, Vüsal Cəfərovun rayonda elədikləri qanunsuz əməllərini nazirə çatdırdığım üçün mən təhdiddəyəm, təhdidlərə məruz qalmışam. Maddiyyatla mənim dərs saatımı aşağı salırlar ki, Minarə müəllim gedib çatıra bilməsin, deyə bilməsin. Ötəmdə birinci qrup 50 il var. Təhsilin tələb etdiyi meyarlara cavab verə bilməyən şəxsləri Elçin Kərimov ətrafında birləşdiribdir, kampaniya yaradıbdır. Deməli, Goranboy rayonunu poligona çevirən Elçin Kərimov bugün xahiş edirəm ki, mənə cəmiyyətdə cavab versin. Nəyə görə mən təhdid olunuram? Birinci qrup 50 var, özüm əskər anasıyam. Ancaq demək olar ki, Elçin Kərimovun ətrafında olan şəxslərin çoxu hərbi xidmətdən keçməyib, üç rəngli bayraq altında ant içməyibdir. Ona görə vətənini sevməyən vətəndaşını da sevə bilməz. Xahiş edirəm ki, mənim bütün bu problemim sosial şəbəkələrdə lazımi qurumlara dəfələrlə müraciət etmişəm. Qanun şəklində baxılsın və məndən rəsmi cavab versinlər. Mən Əliyeva Aybəniz, Goranboy rayonu Hazrəmədli kəndindən gəlmişəm, günün səsi verilişinə. Ona görə gəlmişəm ki, mən Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov mənə 37-ci ilin repressiyasını yaşadır. Belə ki, yəni mən bütün qurumlara, nazirliklərə, hətta iyun ayının 30-da cənab Emin Əmrullayevin qəbulunda oldum və məni qəbul etdi. Emin Əmrullayev qəbul etməsinə baxmayaraq, o mənim məktəbimdə 35 il həyatımı qoyduğum məktəbimdə Azilə Ədəbiyyat müəlliməsi işləyirəm. Vakansiyanı, kitabxana müdürü vakansiyasını ağzı bağlı saxlayır və məni işlə təmin etmir. Mən Elçin Kərimovdan tələb etdikdə ki, məni nə üçün işlə təmin etmirsən, deyir, mən səni təhsilə yaxın buraxmayacağım. Hansı səbəbdən? Bəli. Hansı səbəbdən? Mənim diaqnostika balım bütün ixtisaslar üzrə hamısından yüksəkdir. Bu diaqnostika balın qarşısında və sertifikasiya balının qarşısında hansı qanuna sığır ki, Elçin Kərimov 14 balı olan 70-ci ilsinlə işdən azad edilən Sucayət Abdullayevanı yenidən müəllim kimi işə qaytarır və kənardan mədəniyyət evindən 0 balı olan Sevda Məmmədovanı, musiqi nəğmə müəlliməni hansı qanunla Turab Məmmədovanın Hazrəmət tam orta məktəbində işlə təmin edir. Mən deməli vətən xaini çıxıram Elçin Kərimovun nəzəriyyəsinə görə belə çıxır ki, onda mən